Bax uşaqlar, düz xətt üzərində n nöqtə varsa, parçaların sayı n vuraq n minus 1 bölünsün 2. Bu parçaların sayıdır. Ha. Sizdən soruşar ki, şüaların sayı. Yadında saxlayın 2n. 2n. Bəli. Bir də ola bilər ki, deyər ki, açıq bucağın. Bilir ki, açıq bucaq neçə dərəcədir? 180. Daxilində n dənə şüa var. 1, 2, 3, 4 da. Məsələn, neçə dənə şüa çəkibsə, neçə dənə bucaq var burada? Bax, buradakı bucaqların sayını tapanda, bax, nöqtəmiz buradadır, eləmi? 1 dənə şüa, 2 dənə şüa, 3 dənə, 4 dənə, 5 dənə, 6 dənə şüa var. Burada bucaqların sayı 6 çıxıyor. yenə parçalar kimidir? Eynidir. N vuraq n minus 1 bölünsün 2-yə bərabər. O bucaqların. Bəli. Bax, bir dənə nümunə göstərirəm sizə. Deyəcək ki, açıq bucağın daxilindən 3 dənə şüa çəkilib. 1, 2, 3. Neçə dənə bucaq yarandı? Buradakı şüalar sayısı 1 dənə, 2 dənə, 3 dənə, 5 dənə şüa var elə. Onda bucaqların sayı 5 vuraq, 5-dən 1-in çıxanda 4 bölək 2. Neçə dənə bucaq oldu? 10 dənə. Və belə bir sual verər sizə. 180-dən kiçik neçə bucaq var? Uşaqlar, burada cəmi neçə dənə bucaq var? 10 dənə. Bunun neçəsi 180 dərəcədir? 1. Qalan hamısı 180-dən kiçik. Onda deyək ki, 9 dənəsi 180-dən kiçikdir. Onu bir də deyil. O 10 alınma. N vuraq n minus 1 bölünsün 2 deyirik də. Orada şüaların sayına bax 1, 2, 3, 4, 5. 5 vuraq 5 minus 1 bölək 2. 10 dənə orada bucaq yaranır. Desən neçəsi 180-dən kiçikdir? Ondan birini çıxırsan, deyirsən 9. Sonra uşaqlar, bax, belə məsələlər qarşımıza gələcək. Bu düstur deyil. Sadəcə məsələlər həllində kömək eləyəcəkdir. Tutaq ki, uzunluğu A olan parça deyək ki, 4 bərabər hissəyə bölünür. 1, 2, 3, 4 hissəyə bölünür elə. Birinci hissənin orta nöqtəsi ilə axırıncı hissənin orta nöqtəsi arasındakı məsafəni tapın. Bu məsafəni bizdən soruşur. İndi uşaqlar, baxsaq. Bax, bu yarı hissə ilə görürsünüz, rəhlədim. Bu yarı hissə bizə bütöv bir hissəni verdi. Bir hissə o, bir hissə bu. 2 hissə, bir hissə də bu, 3 hissə. Cəmi neçə hissə oldu? 4. Ümumi neçə yerə bölmüşdük? 4. Ümumi 4 yerə bölmüşdük. Neçəsini götürdük? Olur 4-dən 3. A. Yaxşımı? Axı 3 hissə götürdük. Bu yarılar 1 oldu. Bu ikincisi, bu da üçüncüsü. Amma ümumi 4 hissədir. Çünki 4 yerə bölmüşdük. Ümumi 4 pay. Yaxşı? İndi uşaqlar, var düsturlarımızda nə? Uyğun tərəfləri paralel olan, uyğun tərəfləri yox, 2 tərəfi paralel, 3-cü kəsən düz xətlə əmələ gətirdiyi daxili bir tərəfli, daxili bir, bəli, daxili çarpaz, uyğun bucaqlar. Yadınıza saxlayın, bax uşaqlar. 1 ilə 2 bizim üçün həm A ilə B-nin daxilində yerləşir, həm də görürsünüz bir tərəfdədir. Bu C düz xəttindən bir tərəfdir. Buna deyirik daxili bir tərəfli. Daxili bir tərəfli bucaqların cəmi neçədir? 180. Yəni bucaq 1 ilə bucaq 2-nin cəmi neçə olar? Bax, sizə belə bir sual verər. Məsələn, bunu çəkibdir. Buranı 120 dərəcə verirsə, artıq biz biləcəyik ki, bura neçədir? 120. 60 dərəcə. İndi uşaqlar, bucaq 1 ilə bucaq 3 yox, daxildədir, amma çarpaz. Daxili çarpaz bucaqlar bir-birinə bərabərdir. Çarpaz bucaqlar bir-birinə bərabər. Onda bucaq 1 bərabərdir, bucaq 3. Bunlar hansı getdi? Daxili çarpaz. Onlar o zaman cəmi 180 olur ki, hər biri 90 olanda. Yəni ikisi də bir-birinə bərabərdirsə, o zaman nədir? 90 dərəcə olanda da düz bucaq altında kəsilir. Bax, belə olar. Ta ki, burada 90 dərəcədir, burada 90 dərəcə. Cəmi 180. Amma həmişə 180 deyil.
Amma həmişə 180 olan hansıdır? Bir tərəfli olanlar. Daxili bir tərəfli olanlar. İndi sonra gəlirik. Uşaqlar 1 ilə 4. Sizcə 1 ilə 4 hansı bucaqlardır? Qonşu bucaqlardır. Qonşu bucaqların cəmi nədir? Bəli, 180. 2 ilə 4 də bir-birinə bərabər. Deməli, bucaq 2 ilə bucaq 3 də hansı bucaqlardır? Yox, 2 ilə 3. Qonşu bucaq. Qonşu bucaqların cəmi neçə dərəcədir? Qonşu bucaqlar. Bəli. Bəli, var. Qonşu bucaqların cəmi neçə oldu? 180 dərəcə oldu. Bəli. Sonra qarşılıqlı bucaqlar var burada uşaqlar. Uyğun bucaqlar bir də var. Bax, birə qarşı olan bax buradakı bucaqdır. Burada bir deyək. 4-ə qarşı olan bax bu bucaqdır, deyək bu qarşıdır. Qarşıda qarşı. Bax. Görsən uşaqlar, bunlar hansı bucaqdır? Ona nə deyə bilərik? Bərabər. Bir-birlərinə bərabər. Təpə bucağı orta, başlan deyək ki, təpə bucağı orta, təpə nöqtəsi ortaq, iki bucağı əks şüalar əmələ gətirir də elə. Və görürsüz deyək ki, O nöqtəsi burdadır, A nöqtəsi burdadır. O A şüası ilə O C şüası nədir? Əksdir. O B şüası ilə O D şüası nədir? Əksdir. Və görürsən, əks şüalar əmələ gətirir də qarşı bucaqlar. Amma qonşu bucaqlara tərif edəndə nə tərif edirik? Bir tərəfi ortaq, digər tərəfi əks şüaları olan bucaqlar qonşu. Bax, gəl birinci qonşu deyək. Qonşu bucaqlar. Bax, qonşu bucaqların cəmi nə idi? Görürsünüz, bir tərəfi ortaqdır. Bu tərəf həmi bu bucağındır. Həmi bucaq. Alfa, beta. Bir tərəfi ortaq, digər tərəfi əks şüaları olan, əks şüaları olan bucaqlar qonşu bucaqlar. Bir tərəfi ortaq, digər tərəfləri əks şüaları olan da uşaqlar. Görürsən, bax şüanın biri sol tərəfə istiqamət götürür, biri sağ tərəf. Amma deyək ki, O C tərəfi ortaqdır. O A ilə O B-lər nədir? Əks şüalar. İndi uşaqlar, qarşılıqlı bucaqlar nədir? Görürsünüz, ortaq təpə nöqtələri nədir? Ortaqdır. Amma tərəfləri nədir? Əks şüalar. Düzdür? Tərəfləri əks şüalar olan və ortaq başlanğıca malik bucaqlar nə bucaqlardır? Qarşılıqlı bucaqlar. Alfadırsa, burada alfadır. Betadırsa, burada. Yaxşımı? Qarşılıqlı bucaqlar. Qarşılıqlı bucaqlar bir-birinə bərabər. Qonşu bucaqların cəmi 180. Desək ki, qarşılıqlı bucaqların cəmi 150 dərəcədir. Onda 30. Hər biri 75-75 olur. Qarşılıqlı bucaqlar. Yox, sən nəsilləşə. Elə bil ki, şəhərin özündə qalır. Yaxala istəyir. Sonra uşaqlar, biz burada bəyəklərim dedik, amma tam bir təpə nöqtəsi ortaq, tərəfləri əks şüalar olanda, ortaq deyək ki, başlanğıca malik əks şüaların əmələ gətirdiyi şüalar qarşılıqlı bucaqlardır. Yəni öz sadə dilimizlə də deyə bilərik. Tərəfləri əks şüalar olan bucağa qarşılıqlı bucaqlar deyilir. Orada biz birdən uşaqlar uyğun bucaqları demədik. Baxın, iki paralel düz xəttin 3-cü düz xəttlə kəsişməsindən alınan bucaqlar. Bax, buradakı bucaq alfadırsa, ona uyğun bax, buradakı bucaqda alfa olur. Yəni, bu bucaqlar olur uyğun bucaqlar. Yazırıq, uyğun bucaqlar bir-birinə, uyğun bucaqlar bərabər. Bərabər deyirlər. Bax, uşaqlar, belə düz xətlərdə yadınıza saxlayın. Biri iti, biri kör olsa, cəmini 180 götürün. Amma hər ikisi itidirsə, hər ikisi kördürsə, bir-birinə bərabər. Yəni, eyni adlıdırsa, yəni hər ikisi iti, yaxud da hər ikisi kördürsə bərabərdir. Müxtəlif adlı olsa, biri iti, biri kör. Məsələn, bax, indi belə deyək də, bucağın birini burada götürüb,
Bax, bucağın birini burada götürürəm 40 dərəcə. Birini də burada götürürəm, buranı sual işarəsi qoyuram. Biri itidir, biri kordur. 120. 120, 140 olmur. 180'dan götür. Bax, bura 40 dərəcədirsə, ona uyğun bura da 40 dərəcə olur. Bu 40 dərəcə ilə buradakı bu alfa bucağı bir-birinə nədir? Qonşu bucaqların da cəmi 180. Oldu? İndi ora 40 dərəcəsi olar, bizdən buranı soruşar. Orada Bəli, orada 40. Çünki yuxarı iti bucaqsa, Hə, bax, ora 40 dərəcədirsə, uyğun olaraq burada 40 oldu mu? Bu 40 dərəcə ilə bu hansı bucaqdır? Qarşı bucaq üçün də burada. Oldu? Sonra, indi gəlir hansı bucaqlar? Bax, siz bu düsturları əzbər bilməlisiniz. Əgər A düz xətti ilə B düz xətti paraleldirsə və bunların daxilində bax belə deyək ki, bucaqlar yaranırsa, alfa, beta olsun da qamma. Bu da olsun sol tərəfə baxan x, y. Yadınıza saxlayın. Sol tərəfə baxan bucaqlar hansılardır? Və sağ tərəfə baxan bucaqlar hansılardır? Sağ tərəfə baxanlarla sol tərəfə baxanların cəmi bərabər. Alfa plus, beta plus. Düsturu yazmışam da, demək neydi? Şəkildə gör bax. Bunun tərifi yox. Buna nə tərifi? A və B paraleldirmi? Bax belə, indi ola bilər ki, burada neçə dənə bucaq? 1, 2, 3, 4, 5 dənə bucaq var. Onlar 3 dənə bucaq olsun. Sol tərəfə baxan bucaqlar hansılardır? Sola baxanlar. X-dən Y. Görürsünüz uşaqlar, sola bax. Görürsünüz bucaqlarımız hansı istiqamətdədir? Sola. X-dən Y. Cəmi sağ tərəfə baxanlar hansılar? Alfa, beta, qam. Üçünün cəminə bərabər. Ola bilər ki, bucağımız 3 dənə olmasın. Bax, M hərfi olsun. Bu X-dir, bu Y-dir. Bura nədir? Sola hansı baxır bir dənə? Z bərabərdir 2x. 2x niyə? Alfa. Alfa. Deməli, sola baxın. Alfa bərabərdir sağa baxanların cəmi. X plus. Ola bilər ki, sizə bu M hərfini elə yox, M hərfini bax belə verər. Eyni şey. Bəli. Deyək ki, bura X idi, bura Y idi. Bura nədir? Bax, bunu əzbər bilməlisiniz. Bəli, alfa bərabər X plus Y. Oldu? Bu bir. İkinci. Uşaqlar, ola bilər ki, bax, bizim bucağımız bax bu formada verilir. Alfa, beta, da qam. Ya bu şəkildə verilən bucaqlarda alfa plus, beta plus, qamma üçünün cəmi neçədir? 360. Yaxşımı? Bəli. 360 dərəcədir. Məndə var. Heç nə, vallahi. Sonra yazınız keçiyor birisine. Bir dənə birə qaydardım, onu yazanmadım. Üçüncü. Uşaqlar, ola bilər şəklimiz bax belə olar. Kök altı və yaxud da bu hərfi. Amma sadəcə bilin ki, A düz xətti ilə B düz xətti bir-birinə paralel olur. Onsuz buradakılar da A düz xətti ilə B düz xətti paraleldir. Ha. Bunlar paralel olmasa o şərti deyənmər. Uşaqlar, bura alfadırsa, bura betadırsa, ortada x-i deyək. Alfa ilə betanın cəmi alfa ilə betanın cəmindən 180 çıxsaq x-i tapar. Və yaxud da deyərik ki, alfa ilə betanın cəmi x ilə 180-in cəminə bərabər. Alfanın üstünə beta gəldik, 180-in. Yaxşı? Sonra. Dördüncü. Ay, şey bir Allah çarpıp geldi. Başlıyorsun. Bu bir tane kaldı.
Qammanı yazabilirim. Ha öyle. Kapatsan da. Bu şəkil biraz Bu sərgəli yazın çəkin. xətti uzan. Sakit. Uşaqlar, bax, bura olsun alfa, bura olsun beta, burada olsun x. Belə bir bucaq verilsə bizə. Bax, bu var ya, bilsiz hardan yaranır? Bu üçbucaqların bucaqlarının cəmindən, üçbucağın xarici bucağı özünə qonşu olan iki daxili bucağın cəmindən yaranır bu düzdür. Sadəcə elə əzbər bilsəz bizim üçün daha yaxşıdır. Burada x-i tapmaq üçün x bərabərdir elə alfa plus beta. Mən burada alfa beta. Yəqin yuxarını tapdı. Aşağı olan. Bax, bunu belə paralel şəkildə gətiririk. Bura yuxarı betadırsa, yuxarı betadırsa, burada beta olur. X-imiz onda alfa ilə betanın cəmi olur. Yox, düz yazmışıq. Sonra bəlkə o oradan betanı tapıb, beta bərabərdir x minus alfaya deyərlər. Bax da sən orada. Sonra Alfa sağdakından. aşağıdakılar. Baş şəsi için. Alfa budur uşaqlar, alfa. Beta da budur. Bu hərfin nəğim biraz. Biraz yuxarı qaldı. Qamma da tədbir. Qamma yazaq. Yaxşı, qamma hərfi də bax belə. İndi aşağısı ola bilər ki, uşaqlar heç. Bu məndə hərflər çıxır adam. Yunan hərfləri alfa, beta, qamma, sigma, delta belə hərflər yoxdur. Eta. Hələ mü hərfi var. İndi kimya işlədirsiniz. Kimyada olmalıdır məncə. Fizikada mü nə əmsalıdır? Sürtmə əmsalıdır nəsə, hə, mü. Belə hərflər var. Nəsə, bu hərfləri də artıq biz örgənmirik. Burada əlif örgənmirik. Bu beləsə Yaxşı. Bu da xas dildir bu hərflər. Davam eləyək. Deyirik də Yunan hərfləri. Sonra belə bir deyək ki, bucaq qarşınıza çıxar. Uyğun tərəfləri paralel və perpendikulyar olan bucaqlar. Uyğun tərəfləri paralel və perpendikulyar olan bucaq deyəndə nəyi nəzərdə tuturuq? Tutaq ki, bir dənə bucaq bu. Çəkək. Xoşuna gəlmir. Buna paralel olan bir dənə bax, bu düz xətti çəkək. Bir də paralel olan bu düz xətti çəkək. Bax, görürsünüz uşaqlar. Bu düz xəttə paralel olan bu düz xətdir. İkinci düz xəttə paralel olan bu düz xətt. Düzdür? Bu bucaqlar ya bir-birinə bərabərdir. Belə olanda alfadırsa, burada alfadır. Qaydanı belə yazın. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bir-birinə bərabərdir. Ya bir-birinə bərabərdir. Uyğun tərəfləri. Paralel olan düz xəttlər. Paralel mötərizədə perpendikulyar da yaza bilərsiniz. İkisinin də qaydası eynidir. Ya da onların cəmi 180 dərəcə. Uyğun tərəfləri. Ya da onların cəmi 180. Bəli. Olan düz xətlər ya bir-birinə. Bərabərdir. Və ya onların cəmi 180 dərəcəyə bərabər. Nə zaman bərabərdir? Baxın ora. Bucaqlar eyni adlı olanda, yəni hər ikisi itidir, yaxud da hər ikisi kördürsə, eyni adlı olanda bərabər olur. Amma müxtəlif adlı olanda, müxtəlif adlı olsa cəmi neçə olmalıdır? Ta ki, birinə vermişəm 70 dərəcə, o birisi neçə olar? Cəmi 180 olması üçün da. 110. İndi sizə belə bir sual verim. Uyğun tərəfləri paralel olan bucağın cəmi 150 dərəcədir. Sizcə cəmi 180 deyilsə, 150-dirsə, bəli, bir-birinə bəli. Onda hər bir neçə olur? 75. Amma belə deyək, uyğun tərəfləri paralel iki bucağın fərqi 60 dərəcədir. Fərqi 60 olsa heç bərabər olar. Fərqi 60-dırsa cəmi nə götürəsiniz? Bəli, ondan misalımızı həll eləmək üçün fərqin verib 60. Cəmin də xəssədən istifadə edib. Deyəcək, cəmi də neçədir? Toplayacaq betalar getdi.
2 alfa 240-dırsa, alfamız neçədir? Deməli, biri 120-dirsə, biri də 60-dır. Çünki cəmi 180. Amma desək ki, cəmi 200 dərəcədir. Xassədə demiş cəmi 180-dir. Deməli, cəmi 200 dərəcəsə, bunlar bir-birə bərabər olur. Hər biri 100 dərəcə, 100 dərəcə olur. Yaxşı? Ta ki, 100 dərəcəli bucağın biri, bax, deyək ki, belədir. Sonra buna paralel olan bucağın biri belədir, bir də belədir. Görürsünüz, bu bucaqla bu bucaq ikisi də eynidir. Yəni, ikisi də kordur. İkisi də kordursa və yaxud da ikisi də itidirsə, bir-birinə bəli. Amma biri iti, biri kor olanda cəmi 180. Bu hansı bucaqlar oldu? Uyğun tərəfləri paralel. Bax, sizə belə nümunə verəcək. Deyək ki, uyğun tərəfləri paralel olan bucaqların biri digərinin 5-də 4-üdür. 5-də 4 deyəndə uşaqlar, birini 5K götürün, birini 4K götürün. Bunların cəmi neçə olmalıdır? 9K'mız 180-sə, K'mız neçədir? Onda bucağın biri 5K 100 dərəcə, biri də 4K 80. Yaxşı? Ay, sağ ol. Tutaq ki, belə bir məsələ verir. Qonşu bucaqdır. Qonşu bucaqlardan biri digərinin 30 dərəcə böyükdür. Deməli, biri X-sə, o birisi nədir? Bunların cəmi neçə olmalıdır? İkisini toplayıb 180-ə bərabər. Bəli. Eyni qayda ilə uyğun tərəfləri perpendikulyar olan bucaqlar da bunun kimidir. Gəlin baxaq. Uyğun, indi gəlin bayaq uyğun tərəflər nə idi? Paralel idi. İndi uyğun tərəfləri perpendikulyara baxaq. Bax, indi bax, bu tərəfə perpendikulyar xətt. Bax, görürsünüz uşaqlar. Bu, bura perpendikulyardır. İkincisinə perpendikulyar. Bax, belə çəkir. Bax, bu, buna perpendikulyardır. Bu da buna perpendikulyardır. Belə bucaqlar. Bucağın biri buraydı elə. Görsən, bu da iti bucaqdır. Bu da iti. Onda bunlar bir-birinə nədir? Bəli, bərabər. Orta da perpendikulyar. Yox, buna heç nə demirik. Bu söhbət bucaqlardan gedir. Alfa və beta bucaqlar bir-birinə nə oldu? Bərabər. İndi ola bilər ki, bunlar bir-birinə bərabər olmasın. O zaman nə olur? Cəmi 180. İndi cəmi 180 dərəcə olanda nə cür yerləşir? Bax, ta ki, bucağın biri budur. O biri bucaqdır. Gəlin çəkək. Bax, belə. Burada bu nöqtədən bax, belə bir perpendikulyar çəkilək. Birində bax, buradan buna perpendikulyar çəkilək. Görürsünüz? Bax, görürsünüz, bu, bura perpendikulyardır. Bu da bura perpendikulyar. İndi görürsünüz, bu bucaqla bu bucaq artıq bərabər deyil. Belə olanda bucaqlar, bax, bu alfa ilə betanın cəmi nə olur? Bax, paralellə perpendikulyar eyni xassiyə malikdir. Amma şəkillər müxtəlifdir. Görürsünüz? İndi bax, burada uyğun tərəfləri perpendikulyar gördünüz də. Bax, amma yuxarıdakı şəkildə uyğun tərəflər bir-birinə nədir? Görürsünüz? Bax, bununla bu bir-birinə nədir? Paralel. Eyni qayda ilə bu düz xəttlə bu düz xətt bir-birinə nədir? Paralel. Amma aşağıdakı nədir? Perpendikulyar. Amma xassələr eynidir. Ya bərabərdilər, ya da cəmi. Yox, o median üç bucaqdan. Yaxşımı? Sonra baxaq testimizə görün, fərqli olan düsturlar varsa, mən sizə onlardan. Təmbölən deyəndə bucaq nə olur? Yarı-yarıya. Bəli. 90 dərəcə birlikdə neçə dərəcədir? Fərqi 50 olan qonşu bucaqları tapın. Qonşu bucaqların fərqi 50-dirsə, cəmi neçədir? Yazası alfa minus beta bərabər 50, alfa plus beta bərabər 100. Uşaqlar, burada da bucaqları veribdir hamısını izah orada olunubdur. Bunların hamısı sizə izah olunubdur. Hamısı qonşu. Bax, görürsünüz? A bucağı ilə C bucağının cəmindən 180 çıxsaz 40'ı tapar. Alfa plus betadan ki 180 çıxdığı, neçədən 180 çıxsaq 40'ı qalar. 220-dən. 100-ün üstünə neçə gələ 220 eləsin? 120. O da cəbəndə. Bax, aralarındakı məsafə, bayaq izah elədiyimiz məsələlər. İzah elədik. 80, 81, bayaq izah elədik. İndi uşaqlar, 73-cü suala baxın, bunu deməmişik. Buradakı alfa, beta, gamma var. Bax, o üçünün cəmi x-ə bərabər. Yəni, bax, burada bu düsturu qeyd eləyək. Uşaqlar, bax, belə bir üçbucaq çəkək. Da, indi nəyə oxşuyur? Oxşuyur, amma bucaqlar
alfa, beta, əsas odur sənin dişin oxşamır ki. Alfa, beta, gamma. Bura nədir? X. X bərabərdir alfa plus beta plus X. gamma. Üçünün cəmi bərabər. Yaxşı? Tam bucaq neçə dərəcədir? 360. Bəli, 360. Sonra keçək görək qarşımıza nə çətinlik gələr. X bərabərdir alfa plus beta plus gamma. Bunları izah eləmişik. Bax 74-də təböləndir. Ha, bir-birinə bərabər götürəsiz. Bəli, bir-birinə bərabər götürəsiz. Bunların hamısını izah eləmişik. Bunlar izah olunubdur. Hamısı izah olunubdur. Bunu da izah eləmiş. Bax, 70-in, 170-in, x-in, 3-ünün cəmi neçə olmalıdır? 180. 360 düz deyir, 360. Bəli. Uşaqlar, 117-ci sualı gəlin burada baxaq. Bilirəm ki, 117-də çətinlik çəkəsiz. 117-yə qədər verməm. Axıra qədər verirəm, 118-ə qədər. Bəli. Bəli, Baltı bazarda yaza bilərsiniz. Uşaqlar, bax, Dərsimiz var. AOC. AOC neçədir? Alfa götürək. BOC nə götürək? Beta. AOC, AOC. Bir dəqiqə AOC deyib AOB-ni yazdıq. Görürsənmi? AOC-ni götürək alfa, AOB-ni götürək. 5 nə? Bura gamma buna deyək də, düzdür? AOB gamma dedi. Deməli alfa çıxaq gamma neçəni verdi? 36. Bəs AOC, yenə AOC, alfa çıxaq. Alfa çıxaq, BOC, beta. Neçəni verib? Uşaqlar, bizdə alfa plus beta plus gamma üçünün cəmi neçə olmalı? 360. Bunları tərəf-tərəfə toplasaq, görürsən gamma mənfi, gamma müsbət. Beta mənfi, beta müsbət. Neçədən alfa qaldı? 3 alfa. 3 alfanı tapırsınız ki, 360-ın üstünə 48 gəlir, 408. Üstünə də 36 gəlir, neçə eləyir? 444. 444-də 3-ə böləndə nəyi taparıq? Niyə alfanı tapır? 3 alfa. 444-ü də 3-ə böləndə 4-ün içində 3, bir dəfəm 14-ün içində 3, 4 dəfəm 24-ün içində 3, 8-də. 148. Alfa 148-də elə bizdən hansı bıçağı soruşur? Elə AOC-də də alfa demişdik də. O da 148. Bax, bunu inşallah burada bir dənə də göstərək. Yəni sizin çətinizdə gördüm gəldi. Bax, 1, 2, 3. Bax, elə ki, bu alfadır, bu betadır, bu gammadır elə. Bir də verir ki, alfa çıxaq betanı verir. Deyək ki, 30-dur məsələn. Alfa çıxaq gammanı verib, deyək ki, 20-dir. Bir də bilirik ki, alfa plus beta plus gamma neçədir? Elə bax, beta mənfi, beta müsbət. Gamma mənfi, gamma. Topladıq da tərəf-tərəfə. 3 alfa bərabərdir, deyək, neçə elədir? 410 eləyir burada. Yəni, alfa bərabərdir. Məsələn, 410 eləməsi 420 eləsin də bölünsün. 140 düşdü da bu. Yaxşı? Mən beta qammalı birləşməsidir. Betma. İnşallah, bax, beta belə yazır. Betma olur. Sən belə yaz, yaxşı. Oldu? Yaxşı, bu qədər.